Hər birinizi xoş gördük. Bugün yeni bir mövzuyla qarşınızdayım. Azərbaycan musiqisi yeni bir fəslə keçid alırıq. Bugünkü mövzumuz Çahərgah əfsanəsi olacaq. Bir A tapşırığında hansı xalq mahnıları və muğam adlarını eşitmisiniz? Yəqin ki, xalq mahnılarından küçələrə su səpmişəm, pəncərədən daş gəlir, aman ayrılıq və s. bir çox mahnıları eşitmiş ola bilərsiniz. Muğamlardan ən yəqin tanınan muğamlardan bu dəqiqə eşitdiyiniz, hansı ki 30 ildən sonra Şuşa alınandan sonra Cıdır düzündə Kənan Bayramlının ifasında Bayatı Şiraz muğamı oxumuşdu və ondan sonra daha da bu muğam şöhrətinə biraz da şöhrət qatmışdı. İndi istəyən girib YouTube-dan dinləyə bilər. Mən hal-hazırda burada dinlədə bilmirəm, çünki qadağan gəlir, olmaz. Amma siz istəsəniz girib dinlədə bilərsiniz. Mən də şagirdlərimə dərs zamanı dinlətmişəm. Çox da xoşlarına gəlibdi, bəyənərək dinlədilər. Gəlin baxaq. Çahərgah əfsanəsi. Qədim zamanlarda odlar yurdunda bir musiqiçi yaşayırdı. Onun mahnıları dillər əzbəri idi. Musiqiçinin sorağı hökmdarı da deməli çatır. Hökmdar onun yanına çağıraraq deyir: "Gəl mənim sarayımda yaşa. Mənim şərəfimə mahnılar qoş. Razı olsan qızıl içində üzəcəksən." Musiqiçi deyir: "Hökmdar sağ olsun, mən xalqımdan ayrı düşsəm, heç nə yazıb yarada bilmərəm." Bu cavab hökmdarı çox qəzəbləndirir, musiqiçini zindana salır, ona ağır cəza verməyə qərarı alır. Padişahın müdrik bir vəziri var idi. O musiqiçinin istedadına heyran idi. Onun cəzalandırılmasını istəmirdi. Vəzir gizlincə musiqiçinin yanına gəlib deyir: "Sağ qalmaq istəyirsənsə, gərək ölkəni tez tərk eləyəsən. Mən səni buradan çıxardaram." Vəzir musiqiçini arxa qapıdan çıxarır, ona deyir ki, keşikçilər duyuq düşməmiş tez şəhəri tərk eləsin, yoxsa hökmdar xəbər tuta bilər. Burada söz boğçasında gəlin baxaq. Cəhcəlal nə deməkdir? Cəhcəlal dəbdəbə, təmtəraq var dövlət deməkdir. Duyuq düşmək nə deməkdir? Baş verəcək bir hadisəni qabaqcadan hiss etmək. Karvan başı, karvana başçılıq edən adama deyilir. Zınqrov nədir? Heyvanların boynuna taxılan xırda zəngdir. Ecazkar qeyri-adi, hər kəsi heyrətə salan, ləhləmək, tez-tez və ağır nəfəs almaq, tövşümək, yəni bir heyvanın tövşüməsi haqqındadır ləhləmək. Mənzil başı yola çıxarkən gedəcək son ünvan. Gəlin baxaq. Musiqiçi şəhərdən çıxıb xeyli yol gedir, səhrada bir karvanla qarşılaşır. Aydın olur ki, karvan yolu azıb, istidən və susuzluqdan dəvələr ləhləyirdilər. Musiqiçi düşünürdü ki, karvanla yola davam etsə daha təhlükəsiz olur. Amma dəvələr tərpənmək bilmirdi. Birdən musiqiçinin gözünə dəvələrin boynundakı zınqrovlara sataşır. Dəvələr başlarını tərpətdikcə zınqrovlardan qarmaqarışıq səslər gəlirdi. O dəvələrə yaxınlaşır, onların zınqrovlarını bir-birinə çıxarıb dəyişir. Bəzi zınqrovları tarım, bəzilərini tam boş bağlayır. Bir neçə dəvənin boynundan zınqrovu açıb başqalarına ikisinə asır. Dəvələr tərpəndikcə ətrafa ecazkar bir musiqi yayılırdı. Dəvələr həvəslə yollarına davam edirdi. Musiqiçi də bir dəvəyə minir. Karvandakılar musiqini dinləyə-dinləyə bir də ayılırlar ki, karvan gəlib mənzil başına çatıb. Mənzil başına, yəni son ünvana. Yaranan bu ecazkar musiqi sonradan Çahərgah adı ilə məşhur olur. Tapşırıq B. Mətnə aid suallara cavab verin. Musiqiçi niyə hökmdarın təklifini qəbul etmədi? Burada öz fikirlərimizi yazmaq istəyir. Deyək ki, musiqi niyə hökmdarın təklifini qəbul etmədi? Çünki o sarayda yaşasaydı, idi. Musiqi belə gözəl musiqilər bəstələyə bilməzdi. Belə gözəl ona ilham verən elə xalqın özü idi. O saray musiqiçisi olmaq istəmirdi. Daha ətraflı yaza bilərsiniz bu suala cavab. 2.
Nə üçün vəzir musiqiçini xilas etdi? Çünki mətnimizdə belə bir şey vardı ki, bax birinci sualda deyir ki, hökmdar sağ olsun, mən xalqımdan ayrı düşsəm heç nə yazıb yarada bilmərəm. Bu birinci sualın cavabıdır burada. Amma mətni olduğu kimi köçürməyinizi istəmir də, öz fikirlərinizi qeyd eləməyinizi istəyir. İkinci sual. Baxın, vəzir neynirdi? O musiqiçinin istedadına heyran idi. Çünki o musiqiçinin heyran idi. Zindanda çürüməsini istəmirdi. Ona görə də zindanda istəmirdi. Növbətisinə baxaq. Növbəti sualımız nədir? Vəzir musiqiçiyə necə kömək elədi? Deyir ki, vəzir musiqiçini arxa qapıdan çıxarır. Onu deyir ki, tez şəhəri tərk eləsin. Onu arxa qapıdan çıxarır. Ölkəni tez tərk etməsini istəyir. 4. Karvan hansı çətinliklə üzləşmişdi? 4-cü sualımızın cavabı buradadır. Deyir ki, istidən və susuzluqdan dəvələr ləhləyirdi. Karvan yolunu azmışdı. İstidən və susuzluqdan azmışdı. Ecazkar musiqi necə yaranmışdı? Ecazkar musiqi necə yaranmışdı? Zınqrovların deməli, bəzilərini tarım, bəzilərini boş bağlayır. Yəni orada dəvələr tərpəndikcə neynirdi? Deməli, mən burada artıq qeyd edirəm. Zınqrovların yerini dəyişir. Bəziləri tarım, bəzilərini boş bağlayır. Dəvələr gəzdikcə gözəl musiqi səsi yaranır. Qeyd elədik. Tapşırıq C-yə keçək. Tapşırıq C-də deyir ki, sizcə karvan dəvələrin boynuna zınqrov nə məqsədlə asılır? Baxın, dəvələrin səhrada itməməsi üçün onların boynuna zınqrov səsi taxılır. Dəvə əgər birdən karvandan ayrı düşərsə, o zınqrovun səsinə görə onun yerini tapmaq olur. Deməli, növbəti tapşırıq C-yə keçək. Tapşırıq C-də bizdən nə istəyir? Tapşırıq C-də hansı epizodda mətnin əfsanə olduğunu demək mümkündür? Gəlin baxaq bu epizoda. Bax, buranı görürsünüzmü? Deməli, dəvələr yorulurlar. Dəvələrin deməli, istən susuzluqdan yorğun və halda olurlar. O zınqrovların yerini dəyişir, neynir? Xoş bir musiqi səsi yaranır. Bax, burada deməli zınqrovların səsindən xoş bir musiqi səsi yaranması uydurulma olduğu görünür. Yəni burada öz cümlələrinizdən bunu yazırsınız. Baxın, mən qısaca öz cümlələrimlə yazdım. Dəvələr istən yorğun düşürlər. Musiqiçi zınqrovların yerini dəyişərək musiqi səsi yaradır və onlar musiqi səsindən həvəslə yollarına davam edirlər. Bu hissədən uydurma olduğu hiss olunur. Deməli, bizə tapşırıq D. Muğamlarımız mətni dinləyin. Aşağıdakı cədvələ uyğun olaraq faktları qeyd edin. Azərbaycan xalq musiqisinin ən sevilən növü muğamdır. Muğamın müəllifi olmur, yoxdur. O xalqın yaratdığı musiqi əsəridir.
Deməli, Azərbaycan muğamının 7 əsas növü var. Rast, şur, segah, çahargah, bayatı şiraz, şüştər, humayun. Gəlin baxaq. Deməli, baxın, muğam adlarına bax bu 7 dənə adı yazırsınız. Muğam oxuyan adam xanəndə adlanır. Muğam çox zaman tar, kamança və qavalın müşayiəti ilə üçlük şəklində ifa olunur. Tarzən tarı, kamançaçı kamançanı çalır. Xanəndə isə muğam oxuya-oxuya qavalı çalır. Azərbaycanın görkəmli muğam ustadları var. Məsələn, Cabbar Qaryağdıoğlu, Seyid Şuşunski, Zülfü Adıgözəlov, İslam Rzayev, Rübabə Muradova və s. Sadıqcan, Qurban Pirimov, Əhsən Dadaşov və başqaları məşhur tarzanlərimizdir. Məşhur kamança ustadımız Habil Əliyev də muğam sənətinin inkişafına xidmət edən sənətkardır. Müasir dövrdə Alim Qasımov muğamı dünyaya tanıdıb. Bu gün də Azərbaycan muğamı sevilə-sevilə dinlənilir. Gəlin baxaq. Burada indi bizim yazacağımız 7 muğam adı. Şur, segah, çahargah. İndi bugün keçdiyimiz çahargah idi. Çahargah, bayatı şiraz, daha sonra şüştər, muğam ifaçılarımız müasirlərdən Alim Qasımov. Bax, bu muğam ustadlarının ifaçılarına bunu özünüz yazarsınız. Bax, məsələn, Cabbar Qaryağdıoğlu, Seyid Şuşunski, Zülfü Adıgözəlov, İslam Rzayev, Rübabə Muradova. Bunlar yazın bu adları. Musiqi alətlərimizdən nə yazacaqsınız? Musiqi alətlərimizdən isə bax, bu tarın adı çəkilir, kamançanın adı çəkilir və qavalın adı çəkilir. Bu cür şəkildə qeyd edirsiniz.